Beləliklə, insan tənəffüs sistemi neçə boşluqda yerləşir? İnsan tənəffüs sistemi iki boşluqda yerləşir. Burun boşluğu və döş boşluğu. Burun boşluğu və Döş boşluğu. insanın tənəffüs sistemi neçə hissədən ibarətdir? İnsanın tənəffüs sistemi hava aparıcı yollar və ağciyərlər iki hissə. Hava aparıcı yollar neçə boşluqda yerləşir? Hava aparıcı yollar iki boşluqda yerləşir. Burun boşluğu və döş boşluğu. Onu bəlkə sayırsan, hava aparıcı yolların havanın getdiyi yollar. Burun boşluğu, demək, Burun boşluğu, burun burunlar, boşluğu, burunudlaq, qırtlaq, sonra gəlir, demək, nəfəs borusu. nəfəs borusu sonra, Nəfəs borusundan, demək, ancaq orta döş boşluğuna keçir. Nəfəs borusu, demək, bronxlar bronxlar, iki hissəyə ayrılır. Ağciyərlərin içinə daxil olur. Bronxiallar və alveollar. alveolla şey yoxdur, alveol ağciyərlərdə olur. Bəli. Burun boşluğu, burunudlaq, qırtlaq, nəfəs borusu, bronxiyallar və s. Deməli, hava aparıcı yolların, buradan nəsə çıxardır. Hava aparıcı yollarının yerləşdiyi boşluqların sayı, insanın tənəffüs sistemi yerləşdiyi boşluqların sayına Bərabərdir. bərabər olduğunu söyləmək olar mı? Olar. 2 bərabərdir 2. Bəs o 2 sonra biz az yerlərə gətirəndə o say niyə 3-ə gedib çatmır? Çünki ağciyər özü döş boşluğunda yerləşir. Çünki burun boşluğu, döş boşluğu, ağciyərdə döş boşluğu üstüne gətirəndə boşluq sayı nəmir? Dəyişmir. Artmır. İnsanda tənəffüs hərəkətləri neçə prosesdən ibarətdir? İnsanın tənəffüs hərəkətləri Tənəffüs hərəkətləri neçə cürdür? normal nəfəs alıb nəfəs vermə, dərindən nəfəs alıb nəfəs O vermə. nə tür oldu elə? Nəfəs alma və nəfəs vermə də. Bəli. Nəfəs alma zamanı nə baş verir ki, insana hava sərbəst surətdə ağciyərlərə daxil olur? Nəfəs alma prosesi zamanı Nə baş verir? demək, diafraqma yığılır, yastılaşır, qabırğası əzələlər də demək yığılır, ağciyərin tutumu genişlənir və Peki döş boşluğunun həcmi atmosfer havasının təzyiqindən nə olur? Yüksək olur. yüksək olur. Və hava nədir? Təzyiq çox olan yerdən hara gedir? Az olan yerə yoxsa? Çox olan yerdən az olan yerə gedir. Deməli, hava daxil olan zaman döş boşluğunun havanın təzyiqi atmosfer havasının təzyiqindən Kiçik olur. kiçik olur, hava daxil olur ağciyərlərə və bu zaman nə arasında qazlar maddəsi gedir? Qan damarları ilə alveollar arasında qazan maddəsi gedir. Yəni təmiz hava hara daxil olur? Təmiz hava daxil olur alveollara, Və həmin təmiz havadakı oksigen alveollardan hara keçir? alveollardan keçir qan damarlarına. Hansı qan damarlarına keçir? Arterial qanla zəngin olan arteriya damarlarına. Kapiller damarları keçir. Kapillərlara keçir. Və bu zaman neçə qatdan keçir o? İki qatdan keçir. Birincisi qan damarlarının, alveolların tək qat epiteliyası, daha sonra qan damarlarının tək qat epiteliyasından. Və bu zaman hansı qana çevrilir? Bu zaman Hansı qana çevrilir? venozqan arterial qana. Venoz qana, arterial qana çevrilir və ağciyərdən çıxan ağciyərdən çıxan kapillərdə xan qan növü Arterial qan olur. arterial qan olur və o kapillərdən hara keçir? Ağciyər venalarına keçir. Və ağciyər venalı qanı hara qaytarır? Ağciyər venaları qaytarır qanı ürəyin sol qulaqcığına. Neçə ağciyər venası var? 4 ağciyər venası var. O dördü hardan aldın? Hər ağciyərdən 2 ağciyər venası, bir yerdə 4 ağciyər venası. Belə kiçik qan dövrəndə qan ürəkdən çıxan damarların sayı Kiçik qan dövrəndə qan ürəkdən çıxardan damarların sayı bir ağciyər kötü ilə çıxır. ağciyər kötü və ya da olmasa ağciyər arterial sistemləri qanı bilavasitə ürəyə qaytaran damarların sayı Qanı bilavasitə ürəyə qaytaran damarların sayı ağciyərlərdən 4 dənə ağciyər venası vasitəsilə. beləliklə kiçik qan dövranı bilavasitə neçə damarla bağlıdır? Kiçik qan dövranı bilavasitə 5 dənə damarla Və bağlıdır. onun biri ürəkdən nəyə çıxarır? Onun biri ürəkdən venoz qanı çıxardır. Dördü ürəyə nəyə qaytarır? Ürəyə arterial qanı qaytarır. Və bu kiçik qan dövranında bunları öyrəndikdən sonra biz hansı nəticələrə gəlib çıxarırıq? İnsanın bütün vena damarlarında yalnız venoz qan axır. Xeyr, doğru deyil. İstisna olaraq demək ağciyər venasında arterial qan axır. İnsanın bütün arterial damarlarında yalnız arterial qan axır. Xeyr, bu da doğru deyil. Demək ağciyər arteriyasında venoz qan axır. Tak. Qan sağ mədəsindən ağciyər arteriyasından sonra kapillara, sonra venaya keçdikdə onun sürəti artır, azalır. Onun sürəti Necə dəyişir o sürət? getdikcə azalır. Ağciyər arteriyasında yüksəkdir, yoxsa kapillərdən, yoxsa aşağıdır? Ağciyər arteriyasında
Yüksək aşağı. Aşağıdır. Necə ola bilər aşağı olsun? Ürəkdən vurulan şey niyə aşağı? Yüksək, bəli, bəli. Yüksək, oradan hara keçir? Ağciyər arteriyasından kapillərlərə keçir. Kalplerde qanın sürəti nə qədər azalır? Kapillərdə qan sürəti 15 mm civəsində olur. Arteriya damarında qanın axma sürəti nə qədərdir? Maksimum Maksimum 0,5 metr, onda 5 metr. 0,5 metr saat, ölçüsü 0,5 milimetr. Bəli. Deməli, arteriya damarına, kapillər damarına keçəndə qanın Sürət azalır. sürəti nisbi azalır. Nisbi azalır. 0,5 metr bölünsün 15 milimetrdə neçə eləyir? Riyaziyyatdır. 1000 dəfə azalır. Bəli. Və sonra onun sürəti artır, azalır. Kapillərlərdən və yan damarlarına keçəndə sürət artır. Nesdə vardır? 0,5 mm-dən qalxır Qanın vena damarında axma sürəti. 0,2 metr. 0,2 bölü 0,5 milimetrdə görə nesdə vardır? 400 dəfə artır. Bəli. 400 dəfə. Vena damarında qan təzyiqinin aşağı olduğu nəzərə bu artma nəyin insanla baş verir? Vena damarlarında olan qapaqçıqların, həmçinin vena damarlarında Hansı qapaqlarını? taylı qapaqlar, Orada taylı qapağına gezir. əhpə qapaqlar. Aypara qapaqlar 1 onun hesabına atır. Yəni hər dəfə qan qabağa gedəndə aypara qapaqlar qanın geri axmasının qarşısında alır. 1, 2 sonra vena damarlarından əzəllərin hesabına əzəllər qədəzərin yığılması 2, 3, 3-də ürəyin soruculuğu. ürəyin soruculuk qüvvəsi. Bunun hesabına baxmayaraq ki, vena damarında qanın təzyiqi aşağıdır, qanın axma sürəti nə edir? Artır. Deməli, kiçik qan dövran zamanı arteriya damarında qan sürəti yüksək, sonra düşür. O kapillərdə qan təzyiqinin düşməsinin xeyri nədir? Yəni, axma sürətinin aşağı düşməsi. Xeyri nədir? Kapillərlər bildiyimiz kimi orqanların içində yerləşir. Kapillərlərdə qanın sürətinin azalması, demək qanda olan qidalı maddələrin, həmçinin oksigenin orqanlara keçməsini asanlaşdırır. Tərsi ola bilməz, ifrazat məhsullarının Tərsi də ola bilər. o tərsi harda olur? İfrazat məhsulları böyük yoxsa kiçik qan dövranında kapillərlərə keçir, oradan da vena damarlarına keçir. Böyük yoxsa kiçik? Böyük qan dövranı. Böyük qan dövranı. Orada kişilənir. Yəni böyük qan dövranı qan hansı qana çevrilir? Arterial qan venoz qana çevrilir. Və insanda bütün boşluqlarda arterial qan venoz qana çevrilir. Bu ifadə düzdür, səhvdir. Düzdür. Döş boşluğunda neçə cür qan çevrilməsi baş verir? Döş boşluğunda 2 cür qan çevrilməsi baş verir. Vardan bə deyirsən, niyə deyirsən düzdür? İnsanın bütün bədən boşluqlarında arterial qan yalnız venoz qana çevrilir. İfadəsi düzdür, səhvdir. Bəli, döş boşluğu. Bunu pozun hansıdır? Döş boşluğunda həm arterial venoz çevrilməsi var, həm venoz arterial çevrilməsi var. Misal üçün, nəfəs borusunda hansı qan çevrilməsi baş verir? Nəfəs borusunda yalnız arterial venoz. Bronx, Bronxlarda da yalnız arterial venoz. qırtlaq. Arterial venoz. Qırtlağın insanın ikinci siqnal sisteminə gəlməsində rol varmı? Qırtlaqda bəzi səs telləri yerləşir. O səs telləri bir saniyədə nə qədər titrəyir? 16-dan 20 min Hz O arası. tənəffüs hərəkətləridir. 80-10 min dəfə titrəyir. Yəni bu səs tellərinin hesabına nitq yaranır, yoxsa nitqləndirmə gəlir? Nitq səs tellərinin hesabına yaranır. Xeyr, yalnız İnsan nə danışmasını nə müəyyənləşdirir? Qabeyin, Nədən, niyə danışmasın? Yarımkənar qabığı. Qabığın harası? Yarımkənar qabığın demək şifahi nitq alın. Alın payı, yazı nitq, Təpə payı. təkcə təpə mi? Təpə mi? Təpə və Gicgah gicgah payı. bir yerdə. Və bu ikisi birlikdədir və bu artıq nitq ikinci siqnal sistemidir və bu yalnız insan bədəsinə aiddir. Orada təkcə səs telləri yox, orada dodaq, diş, yanaq və amma nə danışmağı o nitqin formaya salır. Amma nə danışmağı müəyyənləşdirir, nə də fərqli Yarımkənar danışmır. qabığı. Yarımkənar qabığın hansı payı, alın payı yazırsa Təpə və gicgah payı. təpə və gicgah payları. Deməli, nitqlə bağlı olan paylar, Alın, təpə və gicgah. bu paylarda alın payında alın payı başı nə idarə edir? Alın payında iradə hərəkətlər başqa, təpə payında dəri əzələ, gicgah payında da eşitmə. Nə demək eşitmə? Və qoxu hara getdi? Yəni eşitmə və qoxu. Eşitmə və qoxu. Deməli, təpə və gicgah paylarında təpə və gicgah paylarında hansı nahiyələr yerləşir? Təpə və gicgah paylarında hər birində 2 nahiyə yerləşir. Hansı ki? Demək təpə payında yerləşir
həm termoreseptorlar, yəni dəri əzələ, həm də demək dad Nədə onun reseptorları. termoreseptor elədi ki, dəridən 52 min reseptordur. Həm soyuqdur, həm istini tutur. Ağrı termo deyil ki. Yəni dəri Ağrı, əzələ. isti, soyuq, ağrı, isti. Bunlar hamısı dermoqatına yerləşən reseptorlardan gəlir. Təpədə 2 dedim. Yəni həm dəri əzələ, həm dad, gicgahda isə demək eşitmə və qoxu. Yəni təpə və gicgah paylarında kimyəvi və Mexanizm. mexanik reseptordan gələn qızıqlar analiz olunur. Fotoreseptordan gələn qızıqlar harada analiz olunur? Fotoreseptorlar görmə reseptorlarda da ənsə payında analiz olunur. Və o ənsə payını qoruyan sümüyün adı, Ənsə payını qoruyan sümüyün adı ənsə sümüyü. o hansı sümüklə oynaq əmələ gətirir? Demək onurğa sütununun boyun şöbəsinin birinci fəqərəsi ilə. Birinci muayən fəqərəsindən. Deməli, burada nəsə çıxartmaq olar ki,